Salam, Xəbərmi YouTube kanalının daimi izləyiciləri. Hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Azərbaycan xalq artisti Tarzən Ramiz Quliyev vəfat edib. Bu barədə reporta oğlu Əyyub Quliyev məlumat verib. Xatırladaq ki, xalq artisti səhhətinin pisləşməsi ilə əlaqədar sentyabrın 29-da Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi. Ramiz Quliyev 1947-ci il aprelin 30-da Ağdamda anadan olub. 1954-cü ildə Ağdam şəhər 7 illik musiqi məktəbinə, 1960-cı ildə Üzeyir Hacıbəyov adına Ağdam Orta İxtisas Musiqi məktəbinə daxil olub. 1964-1969-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisası üzrə təhsil alıb. 1988-ci ildə xalq artisti fəxri adına layiq görülüb. O, 2007-ci ildə şöhrət, 2017-ci ildə isə şərəf ordeni ilə təltif olunub.